cover fotosunu yenidən editləyəcəyik. Orada əsas personaj, əsas Talih Yüzbəyov o isə arxa planı aldı. Gəlin birlikdə bu cover fotonu düzəldək. Baxaq görə qrafik dizayn həqiqətən də vacibdirmi? Zarafat yana olan hissə var. Burada gizlənib. Bu qulağındakı olan naushnik var ha. Bu naushnik detayı əlavədir. Lazımsızdır. Bunları təmizləmək lazımdır. Bu 42-ci bölümü böyük ehtimal burada qoymağa ehtiyac yoxdur. Dizaynda qarışıqlıq lazım deyil. Sadəcə məlumatı çatdırmaq lazımdır. Background çox qarma-qarışıqdır. Bu background bu qədər qarma-qarışıq olmağı pisdir. Baxın, burada şəklin kəsim vaxtı. Baxın, görürsüz bu hissələrə. Bax, bu hissələr full təmiz olmalıdır. Burada fikir versəz, çoxlu işıq yansımalar var. Baxın. Və burada bir dənə problem biri dişin bu hissəsidir. Bu hissəsini də düzəltmək lazımdır. Ki Photoshop'u biraz bilən adam başa düşəcək ki, mən burada nə etmək istəyirəm. File deyirik, new file bizim üçün yeni bir proyekt yaratmaq üçün yerdir. 1920-nin 1080-ə olur. 1080 eləyək. Və resolution əsasən sosial mediada 72 olur. Amma ki biz bunu 100 qoyaq. Mən ürəyim 100 istəyir qardaşım. Nə istəyirsən sən? Və mən bir dənə belə bir background düzəltmişəm. Bu ambiyansa uyğun backgrounddur. Yəni ki bu fon, oranın fon rəsminə uyğun backgrounddur. Və Ctrl M eləyirik. Ctrl M curve'dur. Curve nə işə yaradığını deyəcəm sizə. Curve adətə şəkilləri işıqlandırmaq, kontrastı da işıqlandırmaq və qaraltmaq olur. Talih bəyi ön hissəyə çıxardırıq. Digər hissəyə Əlixanı qoymaq lazımdır. Şirin də biraz arxa hissəyə qoyuruq. Burada indi gördüyünüz kimi əsas personaj əsas personajımız Talih bəydir. Ona görə Talih bəyi digərlərinə nisbətən yekə qoymaq lazımdır ki, daha çox gözə batsın. Əlixanın paltarı görürsüz ki, çox rəngsizdir də. Biz bunu Shift F6 eləyirik, yəni ki feather ya yumşaltma vermişik seçim hissəsinə. 55 eləyirik və Shift M eləyək, biraz paltarının rəngini. Digər nisbətən bəs işıqlandı. Layer'a sağ klik eləyirik, rasterize layer edirik ki, layerin üzərində işləyə bilək və bu hissədən də Lasso tool'u seçirik. Bunu seçirik, sağ klik eləyib fill, content, burada başqa seçimli ola bilər. Content əvə eləyib OK-yə vururuq. Və background biraz onların main rənginə uyğun, yəni ana rənglərinə uyğun çeviririk. Vəsə, qulağın bu hissəsi eyni qaydada. Qulaqda görürsüz ki, bir çıxıntı var, rəng çıxıntısıdır. Düzgün kəsilməyəndə belə çıxıntılar verir və bu çıxıntıları təmizləmək şərtdir əslində. Aha, vəsə, kölgənin birini bura qoyduq və digər kölgəmizi də layer açıb bu hissəyə yerləşdiririk. Baxaq buradan da belə fərqlənsin də, başa düşürsüz. Deməli bizim main rəngimiz nə rəngi idi? Rozve rəngi idi. Eyedropper tool'la buradan rəngi götürüb yüngül şəkildə biraz kölgələri işləyirik sağdan soldan. OK, əla. Kölgə hissəsini də azaltdıq. Bu müəllimimiz də ön hissədədir. Tamam, gözəl. İşıqlar verildi. Və zarafat yana əlbəttə ki, bu bizim proyektimizin adıdır. Proyektin adı belə deyim də sizə biraz böyük olmalıdır. Proyektin adı gözə girməlidir ki, bu zarafat yana proyektidir. Ona görə proyektimizi bu hissəyə yerləşdiririk. Müəllimimizin adı nədir? Talih Yüzbəyov. Özü Beyov yazılıb. Beyov olmamalıdır, Bəyov olmalıdır. Burada da çox böyük, əslində bu çox böyük bir səhvdir, çox böyük bir problemdir. Yazaq bura Talih Yüzbəyov. Belə deyək də, fərqli rənglər də yoxlamaq olar, amma ki hələ ki ağdan davam eləməyi düşünürəm. Bir dənə belə eləsək və bir dənə də stroke əlavə eləyib qara eləsək, görək necə görsənir. Bax, indi siz artıq görürsüz ki, Talih Yüzbəyov yazısı daha qəşəng görsənir. Burada Talih çox aşağıdadır və bu yazı üçün normal bir yer yoxdur. Ona görə biraz yuxarı qaldırıram bunu. Baxın, burada indi şəklimiz tam çatmır, görürsüz kəsilir. Ona görə nə etmək lazımdır? Mask açırıq. Mask ilə baxın buradan bu hissəsini ovallaşdırırıq. Elə bir yeni bir çiyin düzəldirik özümüzün şəkli kəsərək. Baxın, bu hissədə şəkli kəsdirməyəcək. Baxın, görürsüz, çiyini bu qaydaya düşdü. İndi buradan da kəsmək lazımdır. Ona görə belə bir dairəvi bir şey götürmək lazımdır ki, çiyin formada olsun. Bu hissədən mask var. Maska sağ klik eləyir, apply eləyirik ki, artıq mən bunu təsdiqləmişəm. Bir də bunu geri qaytarmaq olmur. İndi filter hissəsindən gəlirik look-fi. Biraz baxın, buradan dartışdırıram. Onsuz onun arxasında qal. Biraz bizi necə çiyinə forma qatacağıq. Baxaq, vəsə, rəng boşluqda qalmasın. Ona görə yüngül toxunuşlarla, baxın belə. Bu toxunuşlarla bura rəng qatmaq lazımdır və bu rəngi də biz əlbəttə ki, gözəl bir şəkildə qatırıq. Pəmbə rəngi artıq insanların üzünə vurduqdan sonra nə edəcəyik? Burada biraz işıq var. İşıq dəyərlərini biraz azaltmaq lazımdır. İndi Talih bəyin arxasına bir dənə işıq qoyacağıq və bu Talih bəyin arxasındakı
içindəki olan işıq talehi daha da üzə çıxardacağını düşünürəm. Ağ işığı yerləşdirək və burada yenə blending modda ağ işığımızı yerləşdirib baxın özünüz görürsüz də. Artıq taleh orada üzə çıxmış kimi görsənir. 42-ci bölümü də səliqəli şəkildə yazmaq lazımdır. Yəni ki, postu üst-üstə basmaq lazım deyil. Baxın gördünüz, burada artıq hava, belə deyək də, boşluq alanı, hava alanı yaranıb. İndi gəlin bu hissəni dolduraq. Rectangle-ın üstünə klik eləyirəm və buradakı qırmızını gətirək, bunun boylarına nisbətən balacalaşdırıb böyüdə bilərik. Tamam, bu əla. Biraz açırıq və bu hissəyə gətiririk. Bunu 90 90 90 90 edirik ki, biz bilək ki, nəyin üzərində düzəldirik də, boşluq hissələrini də rahat şəkildə bilək. Tamam, bu yerində. Mən burada əsasən Helvetica fontunu seçmək istəyirəm, çünki ən sevdiyim fontlardan biridir. Baxaq, 42-ci bölümümüz buradadır. Tamam, əla görsənir və buradan Helvetica fondumuzu, Helvetica fontumuzu seçib bura yerləşdirə bilərik. Gəlin indi bir dənə Odor Glove yoxlayaq. Bu da askinin qırağına falan pis görüntü verir. Gəlin biz bunu başqa yollarla, size-ını böyüdək, başqa yollarla yoxlayaq. Bu qaydada eləyək, biraz softness azaldaq və mən düşünürəm ki, bunu bu rəngdən daha çox bu rəngə, bu pəmbə rəngə daha çox aparaq. Aha, əla, opacity-mizi verək. Adamımız üzə çıxdı. Biraz bu adamın rəngini açıram, sonra isə biraz rəngləndirəcəm əlbəttə ki. Saturation verməyi düşünürəm. Baxaq bir dənə. Vəsə, əla. Bizim əsas qonağımız, əsas personajımız üzə çıxdı. Arxaya bir dənə element qoymaq lazımdır. Kamera şəkli əlavə eləmişəm. Biraz belə arxada bilinsin ki, podkastdır, çəkilişdir, nədirsə, bu adam da ödə çəkilişlərlə falan məşğul olur. Blur vermək lazımdır ki, kamera çox arxada fərq yaratmasın. Ona görə filtr gəlirik blur və qarşın blur hissəsinə və buradan bu hissədən biraz blur veririk. Heç bilinmir ki, burada futbol meydançası vibe var ya yox. Yüngül var ya, qarşın blurdan yüngül şəkildə blur verdik. İndi nə edirik uşaqlar? Artıq görürsüz ki, burada postumuz hazır şəkildə bizi gözləyir. İndi Ctrl Shift Alt Y Ctrl Shift Alt Y eləyirik və layer'ımızı birləşdiririk. Ctrl Shift A eləyirik. Gəlirik bu hissəyə və burada artıq rənglərimizlə rahat şəkildə oynaya bilərik. Tekstur var, kəskinlikdir. Bu adamların üzündəki kəskin, ümumiyyətlə bütün kəskinlikləri artıraq. Okay, vibransımız var. Vibrans dəyərimizi də biraz artırırıq. Effekt hissəsindən Vignetting var. O da kənara qaralıq verir. Bu da qaralıq nə işə yarayır? Bütün odağı ortaya qoyur. İndi aradakı fərqi sizə göstərirəm. Kameralar qoymuşam, yəni çəkilişdir, bu adam çəkilişlə məşğul olur, onu anımsatan bir işarə olmalıdır. Videomu bura qədər izlədinizsə, sənə çox təşəkkür edirəm. Bu arada onlayn şəkildə qrafik dizayn təlimi almaq istəyirsinizsə, mənə Instagramdan, Telegramdan və yaxud TikTokda yaza bilərsiniz. Özünüzə yaxşı baxın. Əlvida.